Salam dostlar, ümidvaram yaxşısınız. Mən Ceyhun İsmailov. Bugün mən sizə past perfect mövzusunu izah edəcəm. Elə vaxt itirmədən keçək mövzunun izahına. İlk öncə past perfect nədir? Gəlin buna baxaq. Keçmişdə hər hansı bir an edək baş verib bitmiş hərəkətləri bildirir. Burada da yazmışam elə. Bir dəqiqə. Bu hissədə də yazmışam. Əslən iki hadisə haqqında danışırıqsa və hansı hadisə daha əvvəl baş veribsə, burada əsas məsələ budur. Məsəl üçün, keçmişdə 2 dənə hadisə baş verib. Mən burada belə bir cümlə yazmışam. When I arrived at home, she had gone. Bunun tərcüməsi nə deməkdir? Mən evə çatanda o getmişdi. 2 dənə cümlə var burada. Burada 2 cümlədən ikisi də keçmiş zamandadır. Və past perfectdə işlənən cümlə keçmiş zamanda birinci baş vermiş hərəkəti bildirir. Yəni keçmişin keçmişi kimi də həmişə past perfect tərcümə olunur da buna görə. Yəni keçmişdə 2 dənə situasiya hal baş verir və onlardan hansı daha əvvəl baş verirsə bu past perfect olur. Ona görə də ki, çox vaxt past perfectdə olan cümlə təklikdə işləmir. Yəni ki, she had gone, qanı ayrılıqda desək, çox da bir mənası olmayacaq. Mən birinə desəm ki, əgər she had gone, sadəcə bu cümləni istifadə etsəm, buranı sildim. Qarşımdakı adam deyəcək ki, onda başqa bir situasiya olub. She had gone, yəni o da getmişdi. Elə bil ki, başqa bir situasiyadan əvvəl bu gedib də. Yəni bütün belə deyim də, çox əksər hallarda, yəni demək olar bütün hallarda past perfect, yəni 2 cümlə olur, yəni 2 situasiya olur və past perfect daha əvvəl baş vermiş hadisəni bildirir. Və past perfectin yəni digər hallarında deyəcəm, onun əvvəl işlənməsi necədir? Gəlin buna da baxaq. Birinci subject gəlir. Yəni ki, mübtəda. Burada yazmışam she had gone. Bayaqçı cümlə ilə. Buradakı she subject, yəni mübtəda. Sonra had. Had nədir? Had də ki, have-lə has-in keçmiş versiyasıdır, keçmiş formasıdır. Və had, məsələn, mən əvvəlki mövzularda tutaq ki, demişdim ki, have-lə has var. Have, has. Has təklərlə işlənir. Have də ki, cəmlərlə işlənir. Burada isə bunun ikisini də had əvəz eləyir keçmişdə. Bir dəqiqə. Bunların ikisini də had əvəz eləyir və bütün tək cəm fərq yoxdur. Hamısında had işlənir. She had gone. Yəni belə. Subject, daha sonra had, daha sonra isə verb 3. Verb 3 nə deməkdir? Verb 3 də ki, yəni ki, feilin 3-cü halı işlənir. Had işləndi, she dedi, had dedi, sonra daha doğrusu gone. Buradakı gone da ki, go feili var. Go feilinin keçmişi went'dir. İkinci halı went'dir. Verb'in 3-cü halı isə burada gone'dır. Və burada she had gone işlənib ona görə də. Nəqli cümlədə ümid edirəm, yəni necə olur, başa düşdünüz. İndi isə keçək sual cümləsi, daha doğrusu inkarı necə olur, buna baxaq. Buranı biraz silim. Subject gördüyünüz kimi yenə, sonra had, sonra verb 3 yenə var. Sadəcə gördüyünüz kimi had ilə verb 3-ün arasına, burada elə bir had ilə verb 3 var. Bu ikisinin arasına not hissəsi əlavə olunub. Bu əlavə olunub, not. Yəni altdakı cümlə baxın, she had not gone. O getməmişdi. Belə, yəni çox sadədir. Və burada had not-un qısaldılmış versiyası da hadn't-dır. Yəni had not yerinə belə də yaza bilərik. Bir dəqiqə. Ümid edirəm, yəni yazım biraz pis ola bilər. Anlayırsınız. Yəni hadn't olur. Had not-un elə bir qısaldılmış versiyası. İnkarda bu şəkildədir. İndi baxaq sualı hansı şəkildədir. Had əvvələ keçir, subject-dən əvvələ, mübtədən əvvələ had keçir. Daha sonra subject gəlir. Daha sonra isə verb 3 olur. Yəni altda yenə qeyd eləmişəm. Bir dəqiqə, biraz alta verək. Had she gone? Bu cümlə.
Gördüyünüz kimi she had gone oldu had she gone. Had she-dən əvvələ keçdi. Sual da bu qədər sadədir əslində. Belə izah eləmək başqa nəsə yoxdur deyə düşünürəm. Bir də ki, sualın inkar ikisi bir yerdə necə olur? Burada da bəzi abituriyentlər, yəni ümumiyyətlə ingilis dilinə maraqlananlar çaşa bilir bu situasiyada. Əslində birincisi asandır. Belə bir dəqiqə burada göstərim. Had she not gone. Və gördüyünüz kimi sual necədir? Had she gone deyil. Bura not əlavə olundu. She ilə gone arasında not. Amma belə də ola bilər. Altdakı cümləyə baxın. Hadn't she gone. Biz bu şəkildə də verə bilərik. Bu şəkildə də sual verə bilərik. Amma burada belə bir situasiya var ki, siz fikirləşə bilərsiniz ki, hadn't nədir? Had not'un qısaldılmış versiyasıdır da, hadn't. Onda sən fikirləşə bilərsiniz ki, mən hadn't she gone deyirəmsə, onda mən had not she gone da deyə bilərəm. Amma ki, belə hal olmur təbii ki. Yəni had not deyəməzsən də, ya hadn't she gone deməlisən. Yəni bu şəkildə deməlisən. Yəni altdakı cümlə şəklində. Ya buradakı kimi deməlisən, ya da buradakı kimi deməlisən. Hadn't, had not kimi açanməzsən. Yəni işlənmə halları da belədir. Və yaxud da dediyim kimi, amma bunları təklikdə işlətmək tam düzgün olmur. İki cümlədə olmalıdır. Nəyə görə? Və yaxud ki, cümləni burada təzədən yazmışam. When I arrived at home, mən evə çatanda o getmişdi. Bu digərindən daha əvvəl baş verib deyə bunu aydınlaşdırmaya çalışırıq da ki, biz qarşı tərəfə she had gone deyəndə, yəni mən digər hadisədən əvvəl eləmişdim. Bunu deməyə çalışıram. Ona görə də yəni past perfect olan cümlələr adətən yəni iki cümlə olur və onlardan biri past perfect işlənir. Daha sonra bura baxın. I'd left. Buradakı apostrof D-nin açılışı həddir. I had left. She'd var məsəl üçün she'd left. She had left daha doğrusu. Ya da ki it left. It had left. They had left. İndi siz burada fikirləşərsiniz ki, onda bütün mən I apostrof D left görəndə, ya da yəni I apostrof D görəndə bunların hamısını I had kimi açacağım. Yəni fikirləşəcəm ki, bir dəqiqə, bunların hamısı I had'dir. Amma burada nümunə olaraq göstərmişəm ki, baxın, I'd like to leave. Burada I had like to leave demirsən də, yəni belə bir cümlə strukturu zaten yoxdur. I would, buradakı apostrofdur, açılışı I would like to leave, yəni ki, mən tərk etmək istərdim mənasındadır. Yəni buna da fikir verin. Daha sonra cümlənin sonunda before zərfliyi işlənirsə, cümlə bitmiş zamanda olur. Bitmiş deyəndə, yəni burada ya past perfect olur, ya da ki present perfect olur. I haven't eaten sushi before. Mən daha əvvəl sushi yeməmişəm. Yəni bunun present perfect işlənməsi səbəbi nədir deyə düşünə bilərsiniz. Yəni əvvəl, yəni indi ilə əlaqəsi oldu ki, mən əvvəl bunu yeməmişəm də. Present perfect adətən indi ilə əlaqə olan hadisələr bildirir. Ya da ki, yəni gələcəkdə baş verə bilər də. Yəni burada before olmasaydı, həmin insan burada mən ölmüş olsaydım, orada I haven't eaten deyə bilmərəm də artıq. Çünki yəni gələcəkdə də heç vaxt yeyəmərəm və hadisə bitib. Məsələn, altdakı cümlədə I remembered that I hadn't eaten sushi before. I remembered demişəm artıq. Keçmiş zaman işlətmişəm deyə yerdə qalan cümlədə mütləq past perfect olur. Bu da bu şəkildə. Burada bəzi zərflər var. By yesterday, by that time yesterday, by 5 o'clock, by Friday kimi zərflərdən də yəni past perfectdə istifadə olunur. Məsəl üçün belə iki dənə nümunə yazmışam. The train had already started by 5 o'clock. Saat 5-ə qədər qatar, yəni hərəkətə başlamışdı artıq. Nəyə görə burada da past perfect oldu? Saat 5-ə qədər, yəni 5-dən əvvəl olub da hadisə. Bu zaman past perfect işlənir. Ya da altdakı cümləyə baxaq. I had done my exercises by that time yesterday.
Yəni dünən bu vaxta qədər mən artıq ev tapşırıqlarımı edib bitirmişdim. Bu şəkildə. Sonra when, before, after bağlayıcılarından da yəni istifadə bir dəqiqə. Keçən səfərdə bu belə oldu. Mən bunu bağlamaq bilmirəm. Bu necə? iPad təzə istifadə eləməyə başlamışam. Neysə belə qalsın da dəyişənməyəcəm. Hə. When, before, after bağlayıcılarından da istifadə olunur. Məsələn belə mən bir cümlə yazmışam. When he arrived in London, the rain had stopped. Mən Londona çatanda yağış dayanmışdı. Burada gördüyünüz kimi past perfect işlətmişəm, düzdür? İndi siz fikirləşə bilərsiniz ki, mən bunu past perfect işlətmişəm, bəs mən bunu past simple-da yazsaydım, bu səhv olardı. Səhv olmazdı, sadəcə məna fərqliliyi olardı. Yəni, had stopped yerinə burada the rain stopped yazsaydıq, bu nə məna verir? Mən Londona çatanda yağış dayandı. Yəni, birinci mənim Londona getməyim baş verdi. Sonra yağış dayanmış oldu. Yəni, past simple ardıcıl olaraq gəlirsə, burada hərəkət də ardıcıl şəkildə olmuş olur. Amma biz yox, the rain had stopped əvvəl baş verdisə, yəni yağışın yağ bitirməyi mənim gəlməyimdən artıq əvvəl oldu, bitdisə, bu zaman had stopped işlətməliyik biz. Yəni, burada past perfect-də ya da past simple-da verəndə ikisini də vermək olar, amma məna dəyişir. Amma məsələn, before, after-da elə olmuş. İndi izah edeyim. He had learned English before he went to school. O, İngilis dilini öyrənmişdi, məktəbə getməmişdən əvvəl. Burada birinci hadisə hansı olub? Mənim onun ingilisini öyrənmək olub. Düz deyil. Yəni, mən ingilisini öyrənmişdim, məktəbə getməmişdən əvvəl. Birinci bunu elədim, ona görə də had learned oldu. Amma biz burada əgər had learned yox, sadəcə learned versəydik, okey. Yəni, məna dəyişikliyi olmayacaqdı. Nəyə görə olmayacaqdı? Çünki burada before var axı. Before zaten burada ardıcılığı bildirir ki, mən məktəbə getməmişdən əvvəl olub bu hadisə. Yəni, dediyə past simple-da iki dənə past simple olan cümlə gəlirsə, ardıcılığı bildirir. Burada before vardı ya, artıq bilinir ki, birinci hadisə bu olub, ikinci hadisə, daha doğrusu, birinci hadisə bu olub, ikinci hadisə bu olub. Aha. Eynilə after'dır. After they had written the exercises. Yəni, onlar çalışmalarını etdikdən sonra sinemaya getdilər. Birinci çalışmalarını ediblər deyə nə oldu? Had written işləndi. Birinci bu hadisə baş verib. Amma biz burada əgər had written yazmasaydıq, bunu sadəcə past simple-da işlətsəydik, bu zaman nə olacaqdı? Bu zamanda yəni cümlədə heç bir məna dəyişikliyi olmayacaqdı. Çünki after var axı. Yəni, zaten mən orada bildirirəm ki, birinci bu hadisə olub, sonra bu hadisə olub. Yəni, ikisini də işlətsəz bir problem olmaz. Sadəcə when-də artıq olur. When-də məna dəyişir. Burada da gördüyünüz kimi yazmışam ki, amma istəsən hər iki tərəfdə past simple yaza bilərsən, sadəcə before, after-da. When-də olmuş. Yəni, olur ya, when-də məna dəyişir. Gələk bura. No-sooner, üstəgəl past perfect, üstəgəl than, üstəgəl past simple. Belə bir cümlə yazmışam burada. No-sooner she had gone out than it began to rain. Yəni ki, ilk olaraq burada sizin diqqətinizi bu çəkə bilər ki, no-sooner'dan sonra gördüyünüz kimi had she gone gəlib, she had gone gəlməyib. Əgər no-sooner, hardly, scarcely kimi ifadələr işlənirsə, yəni no-sooner than bir yerdə, bu zaman had she-dən əvvələ keçəcək. Had she gone olacaq artıq burada. Had she gone out. Yəni ki, mən çölə çıxan kimi yağış yağmağa başladı. Mən birinci çölə çıxmam əvvəl baş verdi axı. Buna görə də had she gone, yəni past perfect işləndi. Ya da ki, altdakı hardly had Mary done the translation when the teacher came. Müəllim gələndə Mary, yəni tərcüməni təzəcə bitirib qurtarmışdı ki, müəllim gələndə təzəcə bitirib qurtarmışdı. İndicə bitirib qurtarmışdı. Yəni birinci bunu qurtarıb sonra müəllim gəldi bax son anda. Bu zaman ona görə had-dan işlənir. Burada past perfect olur.
Aha, bunu da ümid edirəm anladınız. Gələk bura. Past perfect plus by plus past simple. Altta 2 dənə cümlə yazmışam. They had written all the tests by the teacher came. By the teacher came burada nə deməkdir? Tərcümə olaraq. Müəllim gələnə qədər they had written all the tests. Onlar yəni testlərin hamısını yazmışdılar. Belə olur tərcüməsi. Müəllim gələnə qədər. Yəni birinci hadisəsi hansı olub? Biz yazmışıq, sonra müəllim gəlib də. Buna görə had written olur. Ya da ki the film had started by we reached there. Biz ora çatana qədər film artıq başlamışdı. Film başlamışdı. Buna görə də had started oldu. Aha. Gələk bura. Cümlədə gəl realize, remember, forget, know feilləri past tense-də, yəni past simple işlənirsə, özündən sonra gələn hissə past perfect olur. When I went to the office, mən ofisə gedəndə I realized, mən fərqinə vardım ki, that I had left my keys at home. Mən açarlarımı evdə qoymuşam. Mən fərqinə vardım ki, hadisə, demək mən nəyəsə fərqinə varmışamsa, həmin hadisə keçmişdə baş verir. Yəni realize zaten keçmişdədir. Yəni keçmişin keçmişi də. Buna görə də had left oldu. Gördüyünüz kimi. Ya da ki altdakı cümləyə baxaq. I knew she hadn't called you. Mən bildim ki she hadn't called you. O sənə zəng etməyib. Mən bildim keçmişdə olan hadisəni deyirəm. She hadn't called you. Mən bildim ki o sənə zəng etməyib. Buna görə də yəni past perfect işləndi. Ya da I remembered. Mən xatırladım ki what she had done before. O əvvəl nə etmişdi. Və burada da past perfect oldu. Bir də altda mən 4 dənə nümunə past perfect cümləsi yazmışam. Bunları da izah edeyim. After the guests had left, I went to bed. Qonaqlar tərk eləyəndə I went to bed. Mən getdim, yəni mən yatağa getdim. Qonaqlar buranı tərk eləyəndə mən yatağa getdim. Birinci hadisəsi baş verdi. Qonaqların tərk etməyindən, yəni sonra da, qonaqlar tərk edəndən sonra after var. I went to bed. Buna görə past perfect olur. Amma bayaq da dediyim kimi after olan cümlələrdə, yəni past perfect də versəz, past simple da versəz, iki tərəfi eyni mənaya gəlib çıxacaq. Altdakı cümləyə baxaq. Vüsal had already left when Tural came. Tural gələndə Vüsal artıq tərk etmişdi. İndi burada əgər biz had already verməsəydik, Vüsal left when Tural came. Bu cümləni tərcümə edək. Onda belə olardı ki, cümlə. Vüsal gələndə Vüsal tərk etdi. Yəni Tural gəldi, sonra Vüsal tərk etdi. Amma had already left verərək biz bildirməyə çalışırıq ki, yox elə olmadı. Tural gələndə Vüsal artıq tərk etmişdi. Bildirəm anladınız. Altdakı cümləyə baxaq. He said that he had lost his keys. O dedi ki, o açarlarını itirib. Yəni bunu da bayaq izələdim də. Yəni o dedi, keçmişdə olan hadisəni dedi, ona görə had lost oldu. We weren't hungry. Biz ac deyildik. Nəyə görə biz ac deyildik? We had just had lunch. Biz günorta yeməyi yemişdik. Günorta yeməyi yemişdik deyə ac deyildik də. Yəni birinci bu hadisə baş verib. Və indi siz burada abituriyyentlər fikirləşir ki, bəzən with, yəni ki, buna çıxış nədir? We had. Zaten burada had var. 2 dənə had-ə nə gərək var deyə fikirləşə bilərsiniz. Buradakı had lunch-ın had-dir. Yəni have lunch. Günorta yeməyi etməyin have-dir orada. İkisi ayrı şeylərdir. Aha, mövzu sizə bu qədər idi. Yəni ümid edirəm mövzunu yaxşı şəkildə anladınız. Əgər anlamadığınız hissələr oldusa, past perfect haqqında, onları yəni şərh bölməsində soruşsanız əgər, mən sizə cavablandıracağam. Əgər videonu bəyəndinizsə,
like atmağı və mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.